Şimali Amerikada futbol həyəcanı davam edir. Bu turnir sadəcə meydandakı oyunlarla yox, pərdə arxasındakı inanılmaz rəqəmlərlə də diqqət çəkir. Cəmi bir ay davam edən bu yarışın sonunda tək bir təşkilat dünyadakı əksər ölkələrin bütöv bir ildə qazandığından qat-qat çox pul yığmış olacaq. Fabrikləri yoxdur, maddi bir məhsul istehsal etmirlər. Satdıqları tək bir şey var. Futbol. Amerika Birləşmiş Ştatları, Kanada və Meksikanın birgə təşkil etdiyi bu turnirdən FIFA'nın gözlədiyi ümumi gəlir tam 8,9 milyard dollardır. Yaxşı, bəs bu nəhəng pul maşını tam olaraq necə işləyir və dünya çempionatı sayəsində əsl varlanan kimlərdir? Gəlin rəqəmlərin pərdə arxasına baxaq. İşin miqyasını anlamağımız üçün rəqəmlərə diqqət yetirək. Qətərdəki 2022 dünya çempionatı ümumilikdə 7 milyard dollar gəlir gətirmişdi. 2026 dünya çempionatı isə bu rəqəmi təxminən 2 milyard dollar üstələyəcək. Daha da sadələşdirsək, bu turnirdə oynanılan 90 dəqiqəlik hər bir maç FIFA'nın büdcəsinə orta hesabla 30 milyon dollar gəlir yazır. Ümumilikdə 104 maçın oynanıldığını nəzərə alsaq, turnir boyu yığılan pul miqdarı insanın ağlına sığmır. Üstəlik bilet qiymətləri də od tutub yanır. Sıravi bir açılış oyununun biletinin qiyməti rəsmi olaraq 1728 dollara qədər yüksəlmişdi. Böyük final yaxınlaşdıqca isə qara bazarda tək bir oturacaq üçün bilet qiymətləri 32.000 dolları keçib. Və ən maraqlısı budur ki, cibinə milyardlarla dollar qoyacaq bu təşkilat rəsmi qeydiyyata görə texniki olaraq qeyri-kommersiya təşkilatıdır. Bəs bu milyardlar FIFA'nın kassasına hardan axır? Sistem 4 əsas mənbəyə söykənir. Televiziya və yayım hüquqları. FIFA bu sahədən tam 4 milyard dollardan çox gəlir gözləyir. Oyunlar Şimali Amerikada keçirildiyi üçün həm Amerika, həm də Avropa qitəsindəki auditoriyanın böyük hissəsi oyunları öz ölkələrində ən çox izlənən saatlarda rahatca izləyə bilir. Bu isə yayımçılar və reklam verənlər üçün əsl qızıl mədənidir. Təbii ki, bəzi oyunların Avropa vaxtı ilə gecə, hətta səhər saatlarında təsadüf etməsi Avropalı azarkeşlərin işə gözaltı qaralarla getməsinə səbəb olur. Bunun isə FIFA'nın vecinə olduğunu düşünmürəm. Nəhəng sponsorluqlar. Adidas, Visa, Hyundai, Kia və Aramco kimi dünya nəhəngləri 100 milyonlarla dollar xərcləyirlər. Və bu turnirdə ilk dəfə olaraq sponsorluq gəlirlərinin yarıdan çoxu məhz ABŞ mərkəzli şirkətlərdən gəlir. Bilet və VIP paketlər. Buradan gözlənilən gəlir 3 milyard dollardan çoxdur. Qətərdə yerli azarkeşlər 11 dollara bilet tapa bilirdisə, bu turnirdə oxşar biletlər 1000 dollardan bahadır. Lisenziyalı məhsullar. Dünyada satılan hər bir rəsmi forma, turnir topu, suvenirlər və hətta video oyunlar belə FIFA'nın kassasına birbaşa müəllif haqqı olaraq pay göndərir. Yaxşı, bəs bu toplanan pullar hara gedir? Əlbəttə hamısı FIFA'da qalmır. İlk növbədə komandalar üçün 871 milyon dollarlıq nəhəng mükafat fondu var. Çempion olan ölkə təxminən 50 milyon dolları evinə aparacaq. Hətta erkən mərhələlərdə turniri tərk edən komandalar belə bura qədər gəldiklərinə görə milyonlarla dolları təmin edirlər. İkinci böyük xərc isə əməliyyat xərcləridir. Turnirin keçirildiyi şəhərlərdə stadionların təhlükəsizliyi, logistika və texnoloji infrastruktur üçün təxminən 2,5 milyard dollar xərclənir. Qalan hissə isə dünya üzrə 211 üzv ölkəsinin futbol infrastrukturuna və gənclər proqramlarına paylanılır. Amma böyük rəsmi unutmayaq. Mükafatları payladıqdan, milyardlarla dollarlıq əməliyyat xərclərini ödədikdən sonra FIFA 4 milyard dollardan çox net mənfəət əldə etmiş olacaq. Bəli, biz meydandakı gərginliyi və həyəcanı yaşayarkən, arxa fonda dünyanın ən amansız və ən mükəmməl işləyən maliyyə maşını saat kimi işləməyə və qazanmağa davam edir. Bəs sizcə bu turnirdə kuboku kim qaldıracaq və futbolun bu qədər böyük bir biznesə çevrilməsi oyunun ruhunu zədələyirmi? Fikirlərinizi mütləq şərhlərdə bölüşün. Videonu bəyənməyi və yeni videolar qaçırmamaq üçün kanala abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək.